Salam, hər vaxtınız xeyir olsun. Günas TV-nin efirində siz studiyada Aytaç Ziyədinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. İndi isə daha ətraflı. Bugün Azərbaycan televiziyası və radiosu gündür. Azərbaycan televiziyası və radiosu xalqımızın maariflənməsində, milli mənəvi dəyərlərin təbliğində böyük rol oynayıb və hər zaman xalqımızın səsinə çevrilib. Bütün televiziya və radio əməkdaşlarını bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayırıq. 1926-cı il noyabrın 6-sında Azərbaycan radiosunun əsası qoyulub. Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. 1956-cı il noyabrın 6-sında isə Bakıda Azərbaycan televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan televiziyasının yaranma tarixi sayılır. Azərbaycan teleradiosu ötən illər ərzində milli mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb. Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir. Rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir. Qeyd edək ki, noyabrın 6-sı Azərbaycan televiziyası və radiosu günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Həmədan şəhərinin həbsxanasında saxlanılan məhbus intiharı əl atıb, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə Seyid Molla Xudayari adlı məhbus metadon nəbləri içərək özünə qəsd edib. Ağır və hursuz vəziyyətdə xəstəxanaya çatdırılan Xudayari 2 günlük müalicədən sonra yenidən həbsxanaya qaytarılıb. Narkotik maddələrin qaçaqmalçılığına görə saxlanılan məhbusun barəsində irəli sürülən ittihamın saxta olduğuna və həbsxana rəhbərliyinin məhbuslara qarşı qəddar münasibətinə etiraz olaraq ittihamlara əl atdığı bildirilib. Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatına görə ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub. Onlardan 5-i xəstəlikdən, 20-si intihar səbəbindən həyatını itirib, 7 məhbusu isə öldürülüb. Türkmən Səhranın Ağqala şəhərindən olan 26 yaşlı voleybol ulduzu Sabir Kazimi 5 noyabr 2025-ci ildə Tehranda xəstəxanada vəfat edib. O, 17 oktyabrda Dohada üzgüçlük hovuzunda baş verən qəzadan sonra ağır beyin zədəsi almışdı və onun beyin ölümü yaşadığı tibbi heyət tərəfindən təsdiqlənmişdi. İdmançının ölümü ilə bağlı 2 fərqli versiyada məlumat dərs edilib. Birinci versiya onun üzgüçlük hovuzunda elektrik cəryanı və ya ildırım vurması nəticəsində xəsarət aldığını göstərir. İran tibbi heyəti tərəfindən vurulanan ikinci versiya isə elektrik qəzasının birbaşa iştirakı olmadan beyin zədələnməsinin baş verdiyi qeyd edilir. İdmançının ölümü ilə bağlı hələ də konkret məlumatın yayılmaması idman ictimaiyyətinin etirazına səbəb olub. Onlar qurumları daha şəffaf olmağa çağırırlar. Kazemi yeni nəsil voleybolun görkəmli simalarından biri idi. İran milli komandasında iştirak etməklə o 2021-ci ildə Asiya çempionatında iştirak əldə etmiş və o ilin ən dəyərli oyuncusu titulunu qazanmışdı. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək. Bu barədə Nazirliyin Mətbuat və İctimaiyyətlə əlaqədar üzrə müşaviri Zəki Aktürk mətbuat konfransında deyib. 8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüyüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq. O qeyd edib ki, noyabrın 7-sində isə Mehdər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq. Azərbaycanda 8 noyabr Zəfər günü cəsarət, fədakarlıq və birlik bayramıdır. Bu barədə Pakistanın Avropa İttifaqı, Belçika və Lüksemburqdakı səfiri Rəhim Həyat Qureyşi bildirib. Onun sözlərinə görə, bu da Azərbaycan xalqının öz vətəninin suverenliyini və ərazi bütövlüyünü necə bərpa etdiyini xatırladır. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan tarixində dözümlülük, ədalət və milli qürur rəmzi olaraq parlaq bir fəsil kimi əbədi qalacaq, səfir bəyan edib. Qureyşi həmçinin bir faktı da vurğulayıb ki, bu il Azərbaycan Zəfər gününün Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulması istiqamətində ümidverici addımlar fonunda qeyd edir. Biz bütün region üçün sabitlik, tərəqqi və rifah dolu gələcəyə dair ümidlərimizi bölüşürük. Diplomatın sözlərinə görə iki xalq arasındakı dostluq qarşılıqlı hörmətə, ortaq dəyərlərə əsaslanır və hər il daha da möhkəmlənir. Bu xüsusi gündə biz Azərbaycan xalqının zəfəri, birliyi və parlaq gələcəyi qeyd etməsinə qoşuluruq. Zəfər günü mübarək Azərbaycan. Türk Dövlətləri Təşkilatının rəsmi veb-saytı artıq bütün üzv ölkələrin ana dilində istifadəyə verilib. Bu barədə Türk Dövlətləri Təşkilatından bildirilib.
Türk Dövlətləri Təşkilatı rəsmi veb saytının artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verildiyini məmnuniyyətlə elan edir, qeyd olunur. Avropa İttifaqının 7 ölkəsi Finlandiya, İsveç, Almaniya, Polşa, Estoniya, Latviya və Litva Avropa Komissiyasına Rusiya mallarına gömrük rüsumu tətbiq etməyi təklif edib. Bu barədə Politico nəşri məlumat yayıb. Avropa İttifaqının 7 ölkəsi Avropa Komissiyasının 2024-cü ildə ixrac gəliri 5,4 milyard avro təşkil edən Rusiya mallarına gömrük rüsumlarının tətbiqini təklif etməli olduğunu bildirib, nəşr qeyd edir. Daha əvvəl Avropa İttifaqı Rusiya neftinin idxalına gömrük rüsumlarının artırılması təklifini təqdim etməyi planlaşdırdığını bildirmişdi. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.